Salam dostlar, necəsiniz? Bugün mən sizə bir sir deyəcəm, onu 1% insanlar bilir. Çox insanlar bilmir. Ən çox köhnələr bilir, köhnələr də təzələrə bunu öyrətmir. Ekrana yaxın oturun. Deməli, bu gözmü, bu sarı-sarı eləmişim də, bu xəttlər nədir? Ekranda sağ düyməyə vurırsınız, gedirsiniz Nastroykaya. Nastroykada bu işarə var, şkala, liniya yerinə gəlirsiniz və burada qranitçə yerini düzəldirsiniz. İstəsəz bunun rəngini dəyişə bilərsiniz, hansı rəng istəsə eləyə bilərsiniz. Burada da yəni əgər nəsə bir qranit sabit, yəni nəsə baş verərsə hansısa bir ərazidə onu qoya bilərsə, onu növbəti videoda çəkiləcək. Və ondan da əlavə xəttləri burada biz 40-40 da seçə bilərik, bütöv də seçə bilərik. Məsələn, ben 40-40 seçmişəm, kütlənin də seçə bilərsən, qalın və yaxud da nazik. Yəni bu özünüz seçə bilərsiniz. Mən isə belə seçmişəm. İndi hal-hazırda məndə belədir. Əgər başqasında başqa cür olsa, burada dəyişməyə yerim dedimsə. İndi isə biz davam edirik. OK vururuq və bizdə əmələ gəlir. Təzədən yığışdırmaq istəsəz, deməli nə dedirsə, biz təzədən sağ düyməni vurursan, gəlirsən bura, buradan quşu yığışdırırsan. Quş qoyursan və quşu yığışdırırsan. Yığışdırmaq istəsən, təzədən OK vurursan. İndi isə məndə burada quş qoyulub. Deməli biz nə edirik? Biz burada bizim instrument var. Bu fixerin abiyon profildir. Bu bizdə hardadır? Bu bizdə bu tərəfdə. Əgər diqqətlə baxsaq, gəlirik gözümü. Yəni long short olan yerindədir, kimsə bilmirsə. Və burada biz bu instrumentdən istifadə edirik. Abiyomu lazım olan hissədə abiyom. Kimləsə gəlib indikator götürür. Indikator götürmək ehtiyac yoxdur ki, böyürdən belə göstərsin. Dostlar, o nə indikator götürsün? Bax, böyürdən göstərmək üçün profil abiyom budur. Yəni böyürdən göstərir. Bax, böyür tərəfdən göstərir. Yəni qiymətlər olan tərəfdən. Yəni ehtiyac yoxdur gedib ona görə indikator götürəsən və yaxud da nə etsən. İndi bizə bu lazımdır. Niyə bu lazımdır? İndi səbəbini sizə deyirəm. Bəziləriniz yəni şoka düşəcəksiniz. Bunu 99% daha bilmirik. İndi qızıldır, qızılı götürürəm. Əsasən Forex-də bu istifadə olunur. İndi biz burada nə edirik? Biz burada deməli keçməliyik nəyə? Götürdük həmin instrumenti. Bu bizim gün ərzində açılıb və gün ərzində bağlanan hissədir. Bağlanan hissədir. Yəni günün açılışı və yəni bunlar hər biri bir gündür. Yəni bir günün sessiyasıdır. 5 dəqiqəliyə qoymuşam mən də 5 dəqiqəliyə qoymuşam. Və burada biz nə edirik? Bunu əvvəldən qoyuruq. İşarəni götürmüşük əvvəldən ki, xəttlə bərabər düşsün. Təqribi düşmədə belə ola bilər məndə. Çünki bir əldə telefon tuturam. Amma dəqiq olmalı və kanəçə kimi qoyuruq. Və burada bizdə abiyom göstərir. Bu abiyom nədir dostlar? Bu abiyom odur ki, hansı hissədə ən çox yəni reaksiyalar baş verib, hansı hissədə ən çox orderlər yerləşdirilib, bu onu göstərir. Və bunun biz nastroykasını getiririk. Burada bunun nastroykası var. Vururuq. Nastroykada burada 3 getiririk. Görümdə görürsüz. Bunlar hamısı standart olaraq qalır. Əgər kimsə eləmirsə baxır, bunun haqqında da qısaca ətraflı çəkiləndə gələcəkdə ancaq tələbələr üçün olacaq. Mən sizə müəyyən bir hissəsini göstərirəm. Daxil oluruq. Və burada aşağıda poç var. Poç bu ən çox vaxtı dəstək və müqavimət zonasını oynayır. Profil abiyomda, yəni siz voluming isə deyirsiniz, gəl həcm abiyomunda biz həcm abiyomu müəyyən hissədən hissəyə götürürük o instrument vasitəsilə, yəni. Və burada biz poç lazımdır. Bunları bizdə high və low'dur, yuxarı və aşağı. Onlar da var. Onlar da əsasən zəif dəstək və zonası oynayır. Fikir verin, yuxarı hissəsi budur, aşağı hissəsi budur, yəni bunun tərəfi yoxdur. İndi isə gəlin biz bunu belə eləyək. Bunu mən rəqəmin dəyişmirəm. Sadəcə ortaya düşən hissəsi bu ikisini siz biləcəksiniz ki, əsas bizə o maraqlıdır, poç. Və biz buradan xətt atdıqda növbəti günə biz diqqət yetirdikdə, xətt atdıqda bu hissə olur maraq nöqtəsi. Fikir verirsiniz, gəldi bu hissədə maraq nöqtəni götürdü və getdi. Çox zaman maraq bu artıq bizdə növbəti gündə, fikir verin, növbəti gündə bu hissə işləndi, bura baxma. Növbəti gün budur, bu hissə işlənib və görün necə qəşəng dəyib qalxıb. Bu sirri sizə heç kim demir. Sadəcə olaraq bir bonus kimi mən sizə paylaşıram. Və bunu mən indi burada qalsın, heç olmaz, birini də götürək. Artıq bu bizə lazımdır, artıq növbəti hissə. Bizə lazımdır buradan bura olan hissə. Yəni buradan növbəti gündə açılıb bağlanan hissə. Və biz də baxırıq ki, bunu yığışdıran, bu artıq burada işlənib deyənə artıq bu burada ehtiyac yoxdur, bunu buradan yığışdıran. Olsun ki, gəlib burada da işləyib. Növbəti gündə biz də görürük ki, bizi maraqlandıran fikir və ən çox bu gün ərzində indi bunu yığışdıran. Bu gün ərzində bizi ən çox maraqlandıran hissə bu hissədir. Və bunun yuxarısı və aşağısı var. Yuxarısı və aşağısı zəif zona o dəstək və müqavimət rolunu oynayır. Bu isə gözünün ən çox orada yerləşdirən hissə budur. Və gün hissədə gəlib buraya toxunur, fikir verin, toxunur və buradan sonra qalxış verir. Sonra bu hissəyə toxunur və düşüş verir. Gəlib bu hissədə müəyyən hissədən sonra təzədən qalxış verir. Aha, bunu biz gördük ehtiyac. İndi bizə növbəti hissə hər dəfə fikir verin, 7-sinə baxırıq. Bir baxıb gedəcək və növbəti bizə gün lazımdır. Bunu bir balaca uzaq oldu, yəni bunu çalışma lazımdır ki, yəni xəttlə bərabər düşsün. Əslində olmamalıdır uzaq. Bax, bunu yığışdırırıq. Burada nə baş verir? Fikir verin. Gün ərzində bizdə maraq hissəsi, bax fikir, bu gün ərzində maraq hissəsi buradır. Bu aşağı düşsə də, bəzən elə bir vəziyyət olur ki, fikir verin, bax maraq nöqtəsi gözmür. Aşağı düşsə də, burada hər cür vəziyyətlərsə göstərsə də, bunu keçsə də sonra növbəti dəfə qayıdışda bu hissə dəstək və müqavimət rolunu oynayır. Ondan da əlavə bax bu hissədə gün ərzində birinci növbədə düşüş verdikdən sonra qalxıq, əgər buranı keçdisə, dəyib fikir verin. Baxın. Əgər bu buranı keçdisə, sonra burada müqavimət rolunu oynadı. Gördünüzmü? Müqavimət rolunu oynadı və düşüşlər verdi. Əsas bizə orta hissə maraqlandırır. Keçirik növbəti. Yəni elə bunu götürüm çəkeyim, heç ehtiyac yoxdur. Bunun haqqında da bəzi sirləri sizə öyrədəcəm. Düzgün götürmə və düzgün götürmə. Bu hissədə bizdə növbəti gün bu hissə işlənmədi. Ona görə biz burada bir xəttimizi atırıq. Ki, market maker'in maraq nöqtələrindən biri buradır. Bizdə bu hissədə cüzi bu hissəyə yaxın qalxışlar olub, bu hissədə işləmir. Amma biz buna çox önəm vermirik.
Bunu mən sabitleyim ki, əl deyəndə qaçmasın. Keçirik növbəti günə. Artıq biz 12 yanvardayıq. Bu günlərdə ayın 31-idir. Məndə pulsuz deyəndə 5000 ədəd şam göstərir. Mən bir saatlıq eləsəm biraz çox məsafəni göstərəcək. Çünki ondan şamdan biri bir saatlıqda 5000 ədəd çox eləydi. Burada isə 5 dəqiqə idi. 5 dəqiqədə 5000 ədəd. Yəni bu tarixə kimi düşüb. Gözüm. Yəni burada düşdü bu hissəyə və bu hissədə işləməyib. Qeyd edirik gözümüzdə. Sadə belə bir biclik hissə öyrədirəm. Belə deyim də belə. Biclik keçirir növbəti günə. Bunu sizə demir. Bir də sizə bu indi video çəkdikcə bir məsələ çatdırım. Bax, təsəllicə dünənləri düşüş oldu. Darıqına baxın, məndə eynidir göz. Mən New York vaxtın zaten, yəni vecimə eynidir göz. Və mən dünənləri düşüş olmamışdan qabaq hələ düşüş başlamamışdım. Mən tələbələrimi xəbərdarlıq eləmişdim ki, güclü düşüş və yaxud da sel ola bilər. Və bir neçə gün ondan əvvəl də xəbər eləmişdim ki, hələ dünən də əvvəlcədən xəbər eləmişdim ki, təqribən haracan gələ bilər. Biz fikirləşdiyimiz yerə kimi hələlik gəlib çıxmır. Yəni ona kimi mən xəbərdarlıq eləmişdim ki, gözləyə biləsiniz. O tələbələr də kəf elədi. Yəni indi bundan əlavə fikir verin. Bax bu hissədə fikir, orta hissə buradır, poç buradır. Görürsünüzmü? Poç. Gəlin mən əsas çünki poçdur bizi maraqlandıran. Ona görə mən bunları yığışdırdım. Çaşmıyoruz. Bax poç hissə buradır. Fikir verirsinizmi? Necədir gözəl gəlib dəyib, qalxışlar gedib, sonra gəlib təzədən qalxışlar gedib, sonra gəlib. Fikir verin bu hissə necədir gözəl işlənib. Fikir verdinizmi? Maalesef fikir verdik yəqin ki. Keçirəm növbəti hissəyə. Düzdür, video uzun da alınsa baxmağımıza deyən. Bu hissə işləndi. İndi isə növbəti bizim günümüz bu hissədir. Bu hissə həmən günü fikir verin. Həmən günü işlənmədi. Əgər işlənmədisə mən niyə işarəmi qoydum ora? Dostlar, mən niyə aşağıda işarələri qoydum? İndi siz anlayacaqsınız ki, mən niyə işarəni qoydum. Bu tarixdən sonra, yəni 13-dən sonra 14-ü işlənməyib bu hissə. Hansı ki bu hissə işlənmədi. Ən çox bu hissə çox zaman güclü dəstək və müqavimət zonasını oynayır. Fikir verirsizmi? Amma burada işlənmədi. Gəldi növbəti gündə işlədi və ayın 15-i işlədi, 14-ü işlənmədi. Bu demək ki, gələcəkdə bu işlənməyəcək. İndi isə bundan əlavə əgər bu günlər işləməyibsə, bizim bir zonamız bura var, ikinci zonamız bu zona var. Yəni bu günün öz zonası var. Görə bu günün yəni hansı ki bu işlənməyən bu günün öz zonası işləm veribmi? Gəlin ona bir dənə də işarə ataq. Fikir verirsinizmi? Bu hissə işlənməyib. Aha, işlənməyib. Allah canı sağ eləsin, işlənməyib. Və biz keçirik növbəti hissi. Çalışın biraz dəqiq olsun. Aha. Növbəti gün artıq bizdə burada var idi. Yəni bilirdik ki, nədir. Kimsə sifariş blokuna baxa bilər. Əsas bununla işləyənlər də var. Burada növbəti gündə bu hissə fikir ver. Gəlib bir partiya işləyir. Artıq bu günləri bu hissə işlənib. Bu hissə qalıb. Bu günün bu hissəsi qalıb. Növbəti günün bu hissəsi işlənib. Amma ondan sonra, bu gündən sonra, bu gün fikir ver, gəlib bu hissə işlənib. İndi bura fikir verməyin. Bax bu hissə gəlib bir işlənib, iki işlənib, görürsünüz. Necə də gözəl işlənmə gedib. Bu artıq ucu işlənib, bunu mən yığışdırıram. Bu bizim marağımızda deyil. Fikir ver, getdik növbəti gün. Ondan sonra bu qalxıb və qırıb bunu. Deməli, burada biz belə deyək də yandıq. Bax burada biz yandıqsa. Bu bizdə bir dəqiqə vurum üstə açarı atmışam ki, əlim deyib sürüşməsin. Növbəti günə keçdik. Və növbəti gündə bizdə bu yer işlənməyib. Baba, bir dənə bu yerdən qaldı. Təqribi atıram, əslində bunu düzəltmək lazımdır. Keçirik o bir günə. Bunu açarı atım. Keçirik o bir günə. Bu hissədən fikir ver. Növbəti gün bu hissə fikir ver. Qırdıqda çox balaca zona olub deyənə. Burada qiymət qalxışa gedib. Fikir ver. Qırdıqdan sonra bu istiqamət. Gəlin biraz böyüdüm. Fikir verin. Buradan düşüş başlayıb. Görürsünüz, növbəti gün buradan düşüşün verib. Sonra qırdıqdan sonra bu zona artıq müqavimət rolunu oynayıb. Görürsünüz. Biraz da keçsə problemdir. Keçirik növbəti attıma. Aha. Həmən günü, ayın neçəsidir? Ayın 20-si olan günü və burada maraq yeri oldu. O isə ən sirridir. Amma bunu heç kimsə deməyəcək. Kim oldu qızınla zarafat eləmək olmaz. Dostlar, qızınla zarafat eləyə bilərsən. Əgər səndə trading haqqında güclü məlumatın olsa, boş-boş məlumatlar yox. Gördünüzmü? Növbəti gün, növbəti gün bu isə necə qəşəng işləndi. Gördünüzmü? Necə Papiti özündən deyir, Papiti, mən bunu ona görə göstərirəm ki, sizə dostlar. Nə olsun ki, işləmiş qrafiki göstərirəm. Nə fərqi var, bunu arxaya verdin, yoxsa qrafik qalıb. Mən sizə keçmişdən göstərib gəlirəm ki, bir də qrafiki arxaya vermək, bu biraz yaxşı qoya bilmədim, üzrü sayın. Bir balaca fərq eləyəcək, bir balaca fərq də əslində böyük bir nəticələrə gətirib çıxarda bilər.
Çünki bir balaca fərq, bu instrumenti atanda diqqətli olmaq lazımdır ki, bir balaca fərqimiz də bizim. Əsasında maqniti söndürmək lazımdır. Kimsə çoxdan da baxmasa mənim videolarıma, qalsın, baxmasa maqnit burada. Neyse, hoşum. İndi isə növbəti hissədə və bizim bu növbəti günümüzün marağı bu hissədir. Görsünüz, bu hissə ancaq gəlib bu hissəni qırıb indi burada və sonra ondan sonra yuxarı gedib. Əgər yuxarı gedirsə, sən artıq geri dönüşdə dəstək və müqavimət kimi də gözləyə bilirsən. İndi bu hissə bizdə qırıb və burada dəstək almayıb, bir tərəfdən onu biz gözdə saxlamalıyıq, atıram açara. İndi mən bunun təqribi çox vaxtı bu fikri gözüm biraz yuxarı düşdü, gəlib biraz aşağı eləyim. Problem yoxdur, tələsk eləyəm ki, videonun vaxtı elə də çox olmasın. Ha. Keçirəm növbədə. Bunu hissə heç kim demir, heç kim. Əgər ən çox silləri bilmək istəyirsənsə, mənim tələbələrim, yanıma gələn tələbələr, çoxları ümidlərini itirmiş tələbələrdir. Mən heç kimi pisləmək istəmirəm, sadəcə olanını deyirəm. Dəfələrlə kurs alıb öyrənənlərdir ki, gəlib mənim videolarımdan sonra sevinirlər dostlar. Bəziləri var, tələbə qrupuna daxil olmayıb, deyib ki, tələbə qrupunu istəmirəm. Gözür, burada indi şərxə ehtiyac yoxdur, işləməyib, çəkdikcə. Deyib, tələbə qrupuna daxil olmaq istəmirəm, sadəcə öyrəndim, Allah canımı sağ eləsin, dua oxuyurlar, nə qədər dualar qazandım mən və s. Belə baxanda düzdür, mən də güclü məlumat əldə edəndən sonra nəyimə gələk tələbə qrupunda oturum kiminsə. Gəlin, bu növbəti gün işləyə biləcəyi yer. İndi mən burada təqribi atıram çox zaman dostlar. Yəni bu mənim təqribim bir balaca yanıtıma verir. Ki verin, bu hissəyə yaxın yerdə dönüb, tam hissə toxunmayıb. Niyə mən yarımçıq xəttləri atıram, yarımçıq başlanğıc olsun? Çünki nəsə olanda geri hansısa bir gələcəkdə, hansısa bir hissəyə deyəndə biz geri dönüşdə baxmalıyıq. Aha, burada artıq ehtiyac yoxdur xəttimizi ata. Fikir verin, bu zona dəstək və müqavimət rolunu biz dəfələrlə oynayıb bu zona dəstək və müqavimət rolu. Bu nə deməkdir? Bu işarə nədir? Bax, həmçə saxladım biraz göz 17-ci dəqiqədə gedir. Bu işarə oldu ki, dostlar, bu hissələrdə çoxlu insanların aktivliyi olub, çoxlu alıcı və satıcılar var və ən çox da burada nə qədər alıcı və satıcı olduğunu göstərir. Və biz də görürük ki, təqribən satıcılar burada çoxdur və növbəti dəfə gələcəkdə də həmin satıcılar bu hissələrdə rol oynayır. Deməli bunlar aşağıdan alıb və bu hissələrdə təzədən satacaqlar. Və həmin bu abiom çoxlu bir abiom nə deməkdir? Necə baxmayana görə o sirləri sizə demirlər. İnternetdə gördüyünüz var, çox boş şeylərdir, bəzi şeylər danışırlar. Baxanda adam biraz ətidə ürpəşir. Amma sizə bir sözdür. Gözümün necə dəfələrlə bu sadə bir şeydir. Sadə bir instrumentdir. Burada xəttimi atmıram, ehtiyac yoxdur. Artıq bu mənim üçün işləmiş bir zona olub. Çünki mən növbəti günümü götürməliyəm, növbəti günümə uyğun hərəkət eləməliyəm. Bunun bəzi sirləri də var, xırda sirlər də var. Onu da gələcəkdə çəkəcəm, paylaşacağam. Ancaq tələbələrim üçün bəzi ən gizli sirlər mənim indi təqribi düşmədi, problem yoxdur. Ən gizli sirlər dostlar mənim tələbələrim üçündür. Çünki mənim tələbələrim ən super məlumatlara layiqdir. Sizlər üçün bunu çəkirəm. Gözüm, mən dəfələrlə sizlər üçün mövzular çəkmişəm ki, yəni təmənnasız olaraq. Çoxlar bəzilər papiti doluyur. Dostlar, elə papiti doladığınız var. Mənim yanıma ümidlərini itirib gələn insanlar elə papiti fikirləşib gəlib. Amma tələbəm olduqdan sonra görüblər ki, mənim pulsuz paylaşdığım videolardan elə bir mövzular demişəm ki, artıq onlar qazancılarla hərəkət edirlər o mövzuların sayəsində. Yəni, mən o mövzuları heç vaxt təmənnasız heç kimə demərəm. Ki verin, bu hissədə bizdə növbəti gündə bizim gözləyə biləcəyimiz hissə budur. Və növbəti gündə bizdə bu hissə işlənməyib. Və bu hissə qırılma verib, gəlin diqqətlə fikir verib, baba qırılma verib. Amma gəl ki, bir tərəfdən yüngülvari girsəydin ki, bu hissədən göz toxunub və qalxış verib. Çünki fikir var idi ki, yüngülvari girsəydi bəlkə də nəsə götürə bilərdi. İndi söhbət ona getmir. Biz opsi danışırıq və qırılma verib. Növbəti dəfə gəldikdə burada dəstək və müqavimət rolunu oynayıb. Sonra təzədən getdikdə bu hissə fikir və dəstək rolunu oynayıb. Sonra təzədən dəstək və müqavimət deyirəm. Əslində burada müqavimət deyil, burada dəstəkdir. Proses ikisini bir yerdə deyirəm ki, sadəcə artıq siz bilirsiniz. Əgər kimsə təzədirsə indi tək-təkdir. Burada müqavimət rolunu oynayıb, burada müqavimət rolunu oynayıb. Fikir və rolunu görürsünüzmü? Yəni, buradakı alıcı və satıcılar, deməli, burada nə baş verir? Niyə burada qalxışa gedib, gəlin diqqətlə fikir verin. Burada, görürsünüzmü, alım çoxdur, alıcı çoxdur. Deməli, burada alıcılar çox oturub. Növbəti dəfə gələcəkdə ehtimal ola bilər ki, alıcılar çox zaman reaksiya versin. Çoxlar dicələ güləcələ, sən nə danışsan, giş şeylər danışsan. Giş şeylər danışam, dostlar, bu giş şeylərdir. Burada da reaksiya verib, burada da reaksiya verib. Və burada tərkibdə satıcılar da vardı. Bu həmən satıcılardır ki, çoxsu buralarda olduqda satışa veriblər və alıcılar qərara gəliblər sonra. İndi getirin növbəti biz günə. Artıq biz bax, ay bitir və ayın 12-sindən bəri biz bura baxa-baxa gəlirik. İndi video 21 dəqiqədir, səbriniz olsun, baxın. Növbəti gün, dostlar, bizdə qaldı bu hissə işləmədi. Mən təqribə atıram, çox zaman gözümün xəttlər uyğun düşmür, amma çalışma lazımdır ki, tələsməyib bərabər atma. Çünki mən istəmirəm də video bir balaca. Mən bunu yığışdırıram, çünki burada bizim artıq işləmimiz gedir. Və növbəti gündə bu işlənməyib, dostlar. İşlənməyib, indi isə biz diqqətimizi yetirməliyik nəyə? Gəlin bir partiya, bir məqama diqqət yetirə. Düşüşə gedib və gördüyünüz kimi də son gün ayın 30-u, artıq 31-i də bazar günüdür və bazar işləmir Forex. İndi biz diqqətimizi bir-biri yerinə yetirəcək. Yaxşı, bizim növbəti günlərdə bunu yığışdıraq artıq burada. Növbəti günlərdə bizim işləmədiyi yerlər qalıb. Görək gələcəkdə bunlar nə baş verəcək. Bax, bu hissədə gəlib artıq bu hissədə fikir verin. Alıcı və satıcılar gözü dəyib və bir balaca qalxışla verirdikdə, keçdikdən sonra bu hissədəki alıcı və satıcılar baş qaldırıb
Bu buradan gələn. Deməli bu hissədə ayın 27-sindən düşən insanlar, burada olan insanlar artıq aktivliyə başlayıblar çoxları. Bu hissədə gördüyünüz kimi alım və satımlarda başlayıblar aktivliyə və alım satımlarda ki bu hissə buranı keçsə də bu hissəni burada bir partiyada qalxış verib. Yəni az qalxış deyil dostlar. Bunu özümdən mən çıxartmıram. Fikir verin. Çox yaxın məsafədə gəlib çıxıb nə qədər 145 siz bizə balaca da görsənsə mən biraz masştabı keçirmişəm. Gözləyin 5089-dan olsun 140-a bu böyük bir pipsdir. Növbəti dəfə bu hissədə daha düşüş verdikdə 88-dən görün nə gedəcək 93 görün nə qədər pips eləyir. İndi bunu mən ümumiyyətlə baxıram. Bu hissə artıq burada əgər işləndisə bir partiya növbəti dəfə bu hissəni heç gözləmək deyil. Bu hissəni silir. Artıq bu hissə bizdə alıcı və satıcılar hərəkətə keçməyə başladı və növbəti dəfə addım gəldi bu hissə. Bu hissə bizdə nədir? Bu hissə dostlar bax bu gün 23-də olan insanlar 23 yanvarda olan insanları aktivlədi. Burada bizdə nə aktiviti, nələr aktiviti və biz onlara diqqət yetirək. Bir də götürək hər ehtimala qarşı çəkək və bax. Düz mü çəkmişik yoxsa səhv mi çəkmişik? Gəlin dostlar xəttə baxaq. Burada görürsünüzmü? Təqribən götürdükdə böyütdüm sizin üçün. Təqribən götürdükdə görün, gəlin belə bir şey eləyək. Götürün belə bir xətti, trend xətti. Burada satıcılar çoxdur, görürsünüzmü? Satıcılar burada çoxdur. Ona görə də ora gəldiyi zaman bax kimi alıcılar sonra addıma başlayıblar. Bunu xırda analiz eləmə metodu var. Onu da ancaq tələb eləməyəcəm gələcəkdə. İnşallah Allahın köməyi ilə ölməsəm, sağ qalsam. Kimi satıcılar çoxdur deyənə, satıcılar reaksiyanı veriblər, ondan sonra alıcılar başlayıb. Yəni alıcılar satıcıları üstələyib. Çünki göz alıcılar çox azdır. Satıcılar üstələyib və gedib. Bu burada dəstək və müqavimət rolunu oynayıb. Geri dönüşdə oynayıb. Yəni dəstək rolunu oynayıb. Dəyidisə dəstəkdir, aşağıdan yuxarı gedirsə müqavimət. Yadda sağ. Bunu da yaxşılayıram. Yaxşı. Növbəti dəfə gəlib bu hissəyə çatdı və bu hissədən belə götürəndə fikir verin. Gəlin diqqətlə baxaq. Qırsa da sonra burada dəyib və düşüş verib. İndi keçək o günə və görək bu hansı gündən gəlib bizə çıxıb birinci xəttimizdə düzmü. Ona görə elə belə bunları atmamışdım. Aha. Bu gün deyil, bu gün deyil, bu gün bax olsun. Mənim üçün lazım olan hissə, bu yox, bu gündür. İndi burada burada hamısından çox nə təşkil eləyir? Böyüdək baxaq. Əslində bunu gün və gün baxmalıyıq. Görürsünüz, o biri tərəfdəki kimi alıcı və satıcı təqribən eynidir. Görürsünüz, alıcı və satıcı burada təqribən eynidir. Növbəti günə baxaq. Çünki növbəti gün biz burada səhv eləmirəmsə alıcılar çoxluq təşkil edir. Səhv eləmirəmsə bu hissədə alıcılar çoxluq təşkil edir. Deyəsən alıcılar. Getdik. Birinci xəttimiz, estağfurullah, bura baxmadıq, bura baxdıq deyəsən, buna baxmadıq. O üçüncü də aşağıdakı. Burada da bax, eyni bir şeydir təqribən. Göz, bu üç yerdə, 3 dənə xəttdə eyni bir şeydir. Fikir verin, 3 dənə xəttdə eyni bir şeydir. Deməli, bu hissədən düşüş verdikdən sonra, diqqətlə fikir verin, bax, buradakı alıcılar, göz, bu xəttdən düşüş verdikdən sonra, bunu yığışdırım. Buradakı alıcılar artıq reaksiyaya girib. Bu alıcılar artıq reaksiyaya girdikdən sonra qiymət qalxıb çox apara bilməyiblər alıcılar. Sonra fikir ver, tezdən satış baş verib. Çox satış baş verdikdən sonra artıq buranı itir. İndi burada deyəcək dəstək və müqavimət. Yox dostlar, buna aidiyyatı yoxdur. Bu yığışdırıldı, bu getdi. Dəstək və müqavimət rolu. Gələcəkdə düzdür, oynaya bilərlər. Onlar burada oynaya bilmir. Burada alıcı eləyir və burada gəlib alıcı eləyib o heç. İndi isə burada bir diqqətlə fikir verir. Burada da həmən bir vəziyyət və gələcəkdə də bizim artıq bu xəttlərimiz var. Bu xəttlərə çatanda biz vəziyyətlərə fikir verəcək. Bir də bir məqam var. Çox uzun getsə, məsafə uzun getsə pisidir. Ola bilər ki, köhnə alıcı və satıcılar artıq burada iştirak eləməsin. O da var. Hansılarsa. Kim bəyəndisə, like vursun, paylaşsın videonu. Hələlik prosta öz könlümdən keçdi. Sizin üçün bir dənə də mövzuatçı. İndi bazar bağlıdır deyənə, bu ayın neçəsidir, 29-u, 30-unda olsun, 31 bazar bağlıdır. Gəlin biz buradan xəttimizi götürək. Növbəti dəfə xəttimiz artıq buradan olacaq bazar bağlanan yerdə və biz buradan bir dənə işarəmizi qoyaq və növbəti gündə biz burada nə baş verəcəyini baxaq. Düşdü 5050-yə. 5055-ə təqribən düşdü. İndi mən bir balaca burada oynatmışam. Əslində dəqiq ortalama olmalıdır. 5054, 5053 artısa belə var. 50 pips plus minus götürür. Bax görürsünüz, bura çatana yaxın görək nə zonasını oynayacaq. Çünki ayın 29-u, əstəğfurullah, ayın 30-u bu hissədə ən çox fikir və qrafik belənçik getməyinə baxmayaraq bu hissədə ən çox yəni alım satımlar
iştirak edir və burada da ən çox da fikir verir satıcılar üstünlük təşkil edir. Mən belə görürəm ki, alıcılardan çox satıcılar da ancaq yuxarıdan aşağı gələ və bu hissədə də biz artıq baxacaq. Fikir verin, burada elə də böyük likvidlik yoxdur. Fikir versə burada elə böyük pullar yoxdur. Yəqin ki, çox güman ki, qiymət bu hissəyə doğru addımlayar ki, çünki burada böyük bir pozisiyalar var. Hələlik dostlar, like vurun, bəyənin videonu. Kimsə tələbə olmaq istəyir, gələ bilər, buyura bilər, amma tələbə olmaq üçün gəlib 500-100 ödəməlidir. 500-də, yəni tələbə dedikdə, yəni ömürlük tələbə olursunuz, yəni bir ay, 2 ay söhbəti yoxdur. Bir şərtlə ki, əgər siz məxfi tələbə qrupunda olan məlumatları qırağa paylasaz və o aşkar olunsa, avtomatik olaraq tələbə qrupundan çölə atılırsınız və heç kimlə də heç nə müzakirə eləmirsiniz. Bildiklərinizi özünüz istifadə edirsiniz. Necə ki, güclü düşüş olacağını mən demişdim əvvəlcədən insanlara ki, güclü düşüş ola bilər. Bu günlər keçin güclü düşüşlər oldu. Mən artıq ayın 29'u insanlara yəni xəbərdarlıq eləmişdim ki, dostlar, güclü düşüş olacaq. İndi gəldi ki, bura 5595, 5599, mənim bu tərəflərdə hardasa xəttim durmuşdu. 30-40 pips qalmış, qiymət düşüş verdi, gəlib həmən xəttə çatmadı və mən bir neçə gün yanvarın tələbələrin biri, yanvarın nə bilim 20-si idi, 19-udur, nə idisə, təqribən o vaxta kimi mən işarələrimi atmışdım və ən axırıncı atdığım işarə gəlib buralara təqribən düşmüşdü və insanlar da özləri də gördü ki, belə bir şey oldu və düşüşü də əvvəlcədən düşüş başlamamışdan əvvəl, bu isə artıq olmamışdan əvvəl qiymət buralarda çırpınan vaxtlarda mən artıq tələbələrə xəbərdarlıq eləmişdim ki, ehtiyatlı olun, trade eləyəndə güclü düşüş və yaxud da qalxış ola bilər. Çünki nə baş verdiyini hardasa təqribən bilirlər. Bu günləri mən izah elədim. Onlara bəzi məqamları, yəni səs formatında artıq onlar düşüş də olduqda sevinirlər, qalxış da olduqda sevinirlər. Ondan üçün fərq etməz hansı düşüşdür, hansı qalxışdır. Gələn videolara qədər dostlar, hələlik.